Boğulma və ya nəfəs darlığı şikayəti bir sıra xəstəliklərdə görülə bilər. Məsələn, qan azlığı olan insanlarda hərəkət etdikləri zaman pilləkən çıxdıqlarında hiss edə bilirlər. Yanaşı olaraq ürək döyünmə, yorğunluq, bütün günü yuxulu hiss etmək, enerji azlığı, saç tökülmə, dırnaq qırılma kimi şikayətlər görülə bilər. Bundan başqa ürək çaşmamazlığı olanlarda da əmələ gələ bilər. Xüsusən yaşlılarda, yüksək təzyiqli, şəkərli diabeti olanlarda görülür. Adətən belə xəstələr gecə yatdıqlarında boğulurlar, oturaraq rahatlayırlar və yaxud da 2-3 yastıq istifadə etməli olurlar. Digər bir xəstəlik qalxana bənzər vəznin böyüdüyü, el arasında zob deyilən bir xəstəlik və yaxud da zəhərli zobdur. Yenə bu xəstələr də boğulma şikayəti ilə müraciət edə bilərlər. Eyni zamanda ağciyər xəstəliklərindən uzun müddətli siqaret çəkənlərdə əmələ gələn xronki bronxit fonunda və bronxial asma fonunda da boğulma əmələ gələ bilir. Asmadakı boğulma daimi deyil, müəyyən anlarda, yəni atak şəklində olur və xüsusi allergik faktorların təsirindən yaranır. Bu səbəbdən də əgər boğulma şikayətiniz varsa, mütləq ətraflı müayinə olunmalı və səbəbinə görə müalicə planlanmalıdır. Müayinələr zamanında heç bir orqanik səbəb aşkar olunmazsa, o zaman psixogen faktorlar düşünülməlidir.